Salam dəyərli müəllimələr. Bu günlər sizlər üçün 6-cı sinifdən 2-ci mövzu olan ailə büdcəsinin formalaşması, gəlir və xərc mövzusunun sadə, asan dildə izahını verəcəm. Deməli müəllimələr, əvvəlcə gəlin 5-ci sinifə inteqrasiya edək görək ailə büdcəsi nədir? Bunu bilək. Keçmişdik bu dərsi, yenidən inteqrasiya edək. Ailə büdcəsi ailənin gəlir və xərclərinin müəyyən zaman kəsikləri üzrə paylanmasıdır. Buna ailə büdcəsi deyilir. İndi biz baxaq görək ailə büdcəsini necə formalaşdırmaq olar? Ailə büdcəsini formalaşdırmaq üçün biz büdcə haqqında bütün bilgiləri, əsaslı bilgiləri əldə etməliyik. Bilirik ki, büdcə iki anlayışla xarakterize edilir. Onun biri gəlir, biri isə xərcdir. Gəlir, dövlətdən, idarə və təşkilatdan, sahibkarlıq fəaliyyətindən, hər hansı bir şəxs tərəfindən görülən iş, göstərilən xidmət, hansısa bir fəaliyyət müqabilində alınan əmək haqqı, maddi dəyər, pul mükafatıdır. Bu bizim gəlirimizdir. İndi görək xərc nədir? Xərci isə deməli, hər hansı bir məmulatın, xidmətin alınması, saxlanması, təşkilinə, təmirinə, qəfil baş vermiş qəzaya, xəstəlik üçün sərf edilən vəsaitdir. Sərf edilən vəsaitdir. Deməli, əgər müəllimələr, biz büdcədə gəlir xərcdən üstündürsə, büdcə yığımlı olacaq. Xərc gəlirdən üstündürsə, büdcə kəsirli olacaq. Gəlirlə xərc bərabərdirsə, büdcə taraz olacaq, bərabər olacaq. Bunu da sizin üçün inteqrasiya eləyəm. Deməli, ailə büdcəsinin gəlirləri var. Bunlar 8 dənə gəliri var. Bunlar ailə üzvlərinin əmək haqqısıdır. Təqaüdlər və müavinətlər. Qiymətli kağızdan gələn gəlirlərdir. Daşınmaz əmlakdan ayrı, deməli, daşınmaz əmlakdan gələn gəlirlər, ictimai təşkilatdan, yəni ödəmələr, güzəştlər, ayrı mənbələrdən gələn gəlirlər, həyətyanı sahədən gələn gəlirlər, bir də sahibkarlıq fəaliyyətindən gələn gəlirlərdir. Deməli, dəyərli müəllimələr, gəlin ailə büdcəsinin gəlirlərini faizlə baxaq, görək necədir. Faizlə baxanda ailə büdcəsinin gəlirində ailə üzvlərinin əmək haqqısı 80%, təqaüdlər və müavinətlər 9%, şəxsi yardımcı təsərrüfatdan gələn gəlir 4%, ayrı mənbədən gələn gəlirlər isə 7% təşkil edir. Bəs indi görək ailə büdcəsinin xərcləri nə qədərdir faizlə? Deməli, mütləq ödəmələr, yığımlar, vergilər, kommunal xərclər 25% təşkil edir. Qida məhsullarının alınmasını 40% təşkil edir. Qeyri-qida məhsulları, yəni bunlar geyimdir, ayaqqabıdır, mebeldir, məişət əşyalarının alınması 20% təşkil edir. Mədəni məişət xidmətlərinə sərf edilən xərclər, yəni kinodur, teatra, muzeyə 10% təşkil edir. Yığım qənaətlə yığılmış pulu isə 5%-ni təşkil edir. Bu da bizim ailə büdcəsinin həm gəlirlərinə faizlə baxdıq, həm xərclərinə faizlə baxdıq. İndi isə gəlin görək bəs müəllimələr, inflyasiya nədir? İnflyasiya isə ailənin gəlirini, deməli, ölkədə kağız pullarının əmtəədən, yəni əmtəə tədavülü tələbindən artıq buraxılmasıdır. Yəni o artıq buraxıldıqda kağız elə bir ki, qiymətdən düşür. Bu da qiymətdən düşməsi gətirib inflyasiyaya çıxardır. Deməli, dedik inflyasiya nədir? İnflyasiya ölkədə kağız pulların əmtəə tədavülünü tələbindən artıq buraxılmasıdır. Yəni, buraxıldıqda kağızlar qiymətdən düşür. Bu da bizim deməli 6-cı sinifdən 2-ci mövzunun geniş izahidir.